Cənubi Qafqaz diplomatiyasında yeni və həlledici mərhələ başlayır. İllərlə danışıqlar masasında qalan əsas məsələlər artıq Azərbaycanın fəal diplomatik səyləri nəticəsində razılaşdırılıb. İndi prosesin növbəti addımı Ermənistanın daxili hüquqi islahatlar aparmasıdır. Bu dəyişikliklər həyata keçərsə, regionda sabit və davamlı sülhün bərqərar olması üçün real zəmin formalaşacaq. Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə bəyannamə tarixi hadisə kimi qiymətləndirilir. 1988-ci ildə Xankəndidə başlayan Azərbaycan-Ermənistan qarşıdurmasına Vaşinqtonda bir dəfəlik son qoyuldu. Ekspertlər bu razılaşmanın Cənubi Qafqazda davamlı sülhün əsasını qoyan konkret addım kimi qiymətləndirirlər. Saziş böyük geosiyasi hadisədir. Sülh hər zaman münaqişədən əziyyət çəkən bölgələrə iqtisadi inkişaf gətirir. Burada gördüyümüz Amerika sülhünün klassik nümunəsidir. Yəni, Amerika Birləşmiş Ştatları biri-biri ilə döyüşən kiçik ölkələrlə münasibətləri dərinləşdirəndən sonra həmin ölkələrə öz firavanlığını gətirə bilir. Ümid budur. Lakin burada ən zəif bənd Ermənistandır. Və Amerika Birləşmiş Ştatları Ermənistanda sabitliyi qorumaq üçün resurslarından istifadə etməlidir. Əgər sabitliyi qoruna bilsə, Ermənistan, Azərbaycan və Türkiyə arasında ticarət və iqtisadi inkişaf çiçəklənə bilər. Birgə bəyannamə Cənubi Qafqazın mənzərəsini dəyişməklə yanaşı Azərbaycanın növbəti qələbəsidir. İkinci Qarabağ müharibəsindən sonra sülh təşəbbüsü ilə çıxış edən rəsmi Bakı Ermənistana 5 şərt irəli sürüb. Birgə bəyannamə də həmin şərtlər əsasında imzalanıb. Bu da regionda sülhün və sabitliyin Azərbaycanın təşəbbüsü ilə həyata keçirildiyini göstərir. Üç tərəfli bəyanatın əhəmiyyəti ondan ibarətdir ki, artıq bir neçə il ərzində Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin əsas müddəaları da öz əksini tapdı. Qısa desək, Ermənistanın etməli olduğu işlər üç tərəfli bəyanatda öz əksini tapdı. Erməni tərəfi yalnız Azərbaycan qarşısında deyil, həm də ABŞ qarşısında öhdəlik götürür. Çünki Azərbaycan tərəfinin sülhün təmin olunması, nəqliyyat, logistik olan açılması ilə bağlı görməli olduğu xüsusi bir iş yoxdur. Azərbaycan bu istiqamətdə bütün addımları atıb. Bundan sonraki işlərin müəllifi Ermənistan olmalıdır. İndi isə bütün diqqətlər Azərbaycanla Ermənistan arasında ilkin sülh sazişinə yönəlib. Tərəflər artıq Minsk qrupu, kommunikasiyaları və digər məsələlərə dair fikri ayrılıqlarını həll ediblər. Növbəti addım isə Ermənistan konstitusiyasına düzəlişlərin edilməsidir. Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən sənəd bir çərçivədir, bir dəfəlik həll yolu deyil. Ermənistanda konstitusiya islahatı olmadan hər tərəfli sülh demək olar ki, mümkünsüzdür. Ermənistan konstitusiyasında hələ də beynəlxalq hüquqa zidd ərazi iddiaları qalır. Bu iddialar revanşizm üçün hüquqi və ideoloji əsas rolunu oynayır, yekun sülh sazişini çətinləşdirir və rəsmi Bakı ilə etimadı sarsıdır. Vaşinqton konstitusiya dəyişikliklərini diktə edə bilməz, amma onları təşviq edə bilər. Vaşinqtondakı razılaşma 200 ildən artıq Cənubi Qafqazı münaqişələr ocağına çevirən ölkələrin məğlubiyyəti deməkdir. Həmin güclər uzun müddət bölgədə baş verən qarşıdurmalardan özlərinin siyasi qazancları üçün istifadə edirdi. Həmin qüvvələr indi Cənubi Qafqazın qlobal güclərin maraqlarının kəsişdiyi mühüm strateji mərkəzə çevrilməsi ilə region dövlətlərinə təsirlərini itirəcəklər. İndi isə rəsmi Bakının yenidən gündəmə gətirdiyi Qafqaz evi ideyasının reallaşması üçün tarixi fürsət yaranıb.